Abşeron rayonunda Yeznə ilə Qayna arasında yaranan mübahisə dava ilə nəticələnib. Hadisə bu ilin 9 yanvar tarixində Masazır qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Rüstəm sərxoş vəziyyətdə bacısı Vüsalə və yeznəsi Ramilin yaşadığı evə gəlib. İstintaqa görə Rüstəmin tez-tez içkili halda evə gəlməsi və ailə işlərinə qarışması əvvəldən Ramilin narazılığına səbəb olub. Həmin gündə bu məsələ üstündə aralarında mübahisə yaranıb. Rüstəm ifadəsində bildirib ki, əvvəllər yeznəsi ilə münasibətləri yaxşı olub, amma son vaxtlar içkili halda onların evinə getməsi münasibətləri korlayıb. O deyib ki, hadisə günü kafedə spirliçə qəbul etdikdən sonra onların evinə gedib və mübahisə zamanı əsəbləşərək yeznəsinin sifətinə əli ilə, baş nahiyəsinə isə baş ilə zərbə vurub. Zərərçəkmiş Ramil də ifadəsində təsdiqləyib ki, Rüstəm son vaxtlar tez-tez sərxoş vəziyyətdə evlərinə gəlir və ailə işlərinə qarışırdı. Onun sözlərinə görə həmin gün irad bildirdikdən sonra Rüstəm əvvəlcə yumruq zərbələri vurub, daha sonra başı ilə alnına zərbə endirib. Məhkəmədə tərəflərin barışdığı məlum olub. Ramil şikayətçi olmadığını bildirib. Buna görə də Abşeron rayon məhkəməsi Rüstəmi cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib.